Salam millət. Demək, bugün nə dərsi keçəcək? Market qırılımları. Bu market qırılımları bu sahədə ən önəmli şeylərdir. Çünki siz bu marketin yönünü bilməlisiniz ki, və o yönə doğru, yəni yönə doğru işləmlər ala biləsiniz də. Yəni yönü bilə biləsən əsas. Məsələn, çox bir treyderlərin elədiyi səhv yönü bilməməkdir, yön əksinə işləmlər açmaqdır. Bunlardır ki, hansı ki, çox trader bunu bacarmır və buna görə uduzurlar. Və sizlərlə bunu keçəcəyik. Yəni bunu çox yaxşı qavrayın. Yəni başa düşmədiyiniz, bu həmin bu market qırımları, yenə deyirəm, bu trade həyatında ən önəmli şeydir ki, yəni bunlara görə işləmlər alacaqsınız. O yönə doğru işləmlər alacaqsınız. Məsələn, ki bundan əvvəlki videoda yoruma yazmışdım bir qədər ki, şeydir, fairway qəbul order blokları ki, onlar heç nədir. Yəni necə heç nədir? Onlar sizin girişləriniz üçündür. Entry deyirik onlara. Entry üçün strategiyadır. Entry bilməyiniz üçün strategiyadır. Entry hər yerdən ala bilərsiniz. Hər şeydən görə fairway qəbdən də alarsınız, order blokdan alarsınız və yaxud da bambaşqa bir şey öyrənirsiniz, ondan da entry alarsınız. Amma sizin üçün ən əsası market qırılımlarıdır. Market qırılımları elə vaxt o fake atır. Bunları tutmaqdır. Yəni nəyə görə? İndi inşallah bunu çəkəcəm. Bunun ardınca fairway qəbdir falandır. Bunları çəkərəm. Daha sonra da ki, ən əsası marketdə necə analiz eləməliyik və analizləri, yəni bacardığım qədər, yəni manipulyasiyalara yaxalanmamaqdır. Onlardır, bunlardır. Bunları bacardığım qədər sonraki dərsdə. Əsas siz bu dərsi bir dənə öyrənin. Başqa heç nə. Buna bir dənə tam fokus olaraq baxın, başqa heç nə lazım deyil. Qeyd aparın və yaxud da bambaşqa bir şey eləyin. Plus da ki, millət, zəhmət olmasa hər kəs kanalımıza abunə olmayan varsa abunə olsun, like atsın, bir dənə də yorum yazsanız lap əla. Bundan əvvəlki video çox izlənməyib. O da ki, şeyləri hashtag qoymamışam deyə çox izlənməyib bu. Amma bu videoya bacardığınız qədər bir dənə like və yaxud da ki, like atmayanlar, yorum atmayanlar zəhmət olmasa atsın ki, yavaş-yavaş inşallah qalxaq biz də. Həm də ki, baxıram görəm, məsələn, Telegrama qatılan millət var, eləncə insana var, YouTube kanalından gəlir. Başa düşdünüz nətər? TikTok kanalından gələnləri var, oradan gələn var, Telegramdan gələn var. İndi YouTube'dan da bir kütləni yığaq, hamı birləşək, inşallah zirvələrə qalxaq. Çünki bu sahə elə sahədir ki, kimsə dəstək göstərməlidir. Elə adam, Azərbaycanda elə sahədə adamlar var ki, həqiqətən göstərmir və yaxud da bir şeyləri başa salmır. Amma mən əksinə, sizə bacardığım qədər bildiklərimdir, odur, budur, onları çəkib atacağam və bundan sonraki video yeni papka açacağım, adı psixologiya olacaq. Psixologiya haqqında, yəni trade psixologiyası, həyat psixologiyası, ümumiyyətcə siz nələr etməlisiniz? Məsələn, mənim etdiyim səhvlər var. Bir dəqiqə bax, həmin o səhvə görə, məsələn, psixoloji səhvə görə bir dəqiqə mən çökmüşəm. Özümü yeni toparlayıram. Başa düşdünüz nə? Məsələn, başarı olduqdan sonra özümü çox belənsinə şey yapardım deyə. İndi bugünkü gündə məsəl üçün onun zibilindəyəm ki, qalmışam belə. Ona görə yəni bacardığım qədər indi mən geri dönüş eləməyə çalışacağam. İnşallah hər şey yaxşı olacaq. İndi heç nə. Keçək videoya. Görən neyini? Yenə deyirəm, videoya like atıb kanala abunə olmayan varsa olsunlar, yorum atsa çox əla olar. Demək, bugünkü dərsimiz market structure shiftlərdir, break of structure'dır. Bir dəqiqə trading view açaq. Ondan öncə, bundan əvvəlki dərsdə əslində baş salmalı olduğum bir dənə equal high, equal low var. Birinci onlardan başlayaq. Equal high nədir, equal low nədir? Equal high, equal low belə deyim. 2 dənə high-ın məsələndə, qoy göstərim burada. 2 dənə high vardır məsələn, bir dəqiqə. Bax, məsələn, bu equal high, bir dəqiqə yaxşısını tapım. Yuxarıdadır. Bu equal high götürmək olar buna. Yəni equal high nədir? Məsəl üçün baxın, bura high-dır, bura da high-dır. Görürsüz, bu high ilə bu high-ın yaxınlığı çoxdur da. Başa düşdünüz necə? Bura equal high gedir. Yəni 2 dənə high-ın yaxın olmasıdır. Bax, görürsüz, bu səviyyəni gəlib burada almır. Bax, gəlir görüb aşağılardakı səviyyəni götürür. Burada
mıqnatıs var. Bizim dildə nə deyirlər bilmirəm. Hər nədir. Mıqnatıs kimi işləyir. Yəni qiymət bura gəlməlidir. Başa düşdün necə? Yəni equal high təmizlənməlidir. Çünki bura pulun ən çox olduğu yerdir. Equal high. Bir budur, bir budur. Yəni double işləyirlər də. Yəni məsələn ora gedəcəksə, məsələn bura getməsi %50%, 2 dənə olursa, equal high olursa, daha da çox olur. 80, 90 belənçinə. Yəni faiz dərəcəsindən göstərdim. Nə qədər doğru olardı onu da bilmirəm. Equal high var, equal low var. Yenə dediyim kimi. Yəni market o equal high-ları təmizləmək üçün hər zaman ora gedir. Bir dənə qəşəng equal high tapsam. Bəlkə var ya, prosta mən görmürəm. Bura equal high-dır. Equal low daha doğrusu. Yox, buranı bir balaca götürür. Buranı bir balaca götürür. Buranı da götürür. Bura yaxında, amma equal high demək olmaz ora. Yəni, başa düşdünüz təxminən. Prosta da, məsəl üçün də bu lovlar yaxındır. Gəl aşağı da. Düzdür, biraz aralı olsa da, amma ki, yəni götürmək olar. Amma ki, tam belə istədiyim cürə. Baxın bir dənə, desən burada var. Bir balaca götürür. Nə oldu, bir dənə equal high tapamayacağam. Yəni siz necə bir şey deyirəm. Məsəl üçün də market qiyməti qalxır da, məsəl üçün də. Qalxdı, məsəl üçün. Bura bir dənə high elədi. Məsəl üçün düşdü, buraca məsəl üçün. Son qalxdı bura, buranı almır ha. Buranın yaxın səviyyəsindən bir daha aşağı düşdü. Gələcək buranı təmizləyəcək. Yəni bunu market gəlib buranı axır əvvəl alacaq məsəl üçün. Başa düşdünüz nətər? Yəni bura equal high-dır. Bu səviyyə equal high-dır. Equal high yarananda belənçinə. Belənçinə equal high səviyyəsi yarananda gəlin düşün aşağıda. Baxın görün nələr var. Başa düşdünüz necə? İndi zaman keçdikcə şey eləyəcəksiniz. Yəni necə, nə var, onu da biləcəksiniz də. Yəni önəmli səviyyə var. Baxırsınız məsələn yüksək zaman dilimində 4 saatlı çəkirəm, düzdür? Məsələn 5 dəqiqəlikdə 5 dəqiqəlik nə göstərmədim? 5 dəqiqəlikdə göstərdim. İndi bundan sonra 5 dəqiqəyə keçim. Bu məsəl üçün də 5 dəqiqəlikdə belənçə bir pozisiya görürüz və yaxud da 15 dəqiqə və yaxud da 1 saat fərqi yoxdur. Ondan da daha bir time frame keçin, görün burada önəmli səviyyə nə var? Niyə düşür aşağı? Ora düşdü. Məsələn önəmli səviyyəvizə gəldi. Ondan sonra buradan sizin hədəfləyəcəyiniz yer bu səviyyədir. Sizin hədəflədiyiniz yer equal high-lardır. Və yaxud da ki, belə göstərə bilərəm. Equal low-lar da belədir. Məsələn, qiymət düşür. Bura gəldi, məsələn, bura gəlib. Sonra təzədən bura götürmədən bir daha aşağı düşdü. Və təzədən nədir? O qiyməti təmizlədi. Equal low-ları götürdü. Məsələn, burada nəsə bir önəmli səviyyə var. Burada nəsə önəmli səviyyə var. Equal low-larımız var. Qiymət ora gəldi. Oradan tepki gördünüz. Nədir? Stopunuzu atdınız bura. Take profit'i də atdınız. Hara? Equal low-lara. Yəni bu qiyməti gəlib götürəcək. İndi keçib 5 dəqiqəliyə. 5 dəqiqəlikdə görüm. 5 dəqiqəlikdə olar məncə. Və sayı time frame-də tapmaq biraz çətindir. Baxın məsəl üçün. Bir dəqiqə bu kill zonları bağlayayım. Amma mən sizə kill zonları da keçməmişəm. Bu kill zonları da nətər eləyək. Mən sizə SMC keçməmişəm. Oy, bir nə qədər şey var. Bax məsəl üçün. Bax equal high-dır bura. Bax görürsünüz. Biz dediyimiz kimidir. Equal high var. İndi məsəl üçün burada deyəcəksiniz ki, məsəl üçün burada niyə almadın işləmi? Bax görürsünüz burada necə fake atıb. Amma gəlib buranı aldıqdan sonra mən işləmə daxil olmuşam. Düzdür, burada elə bir ki 0 dollarda bağlamışam da. Yəni buradan işləmi götürməmişəm. Amma götürsəydim bura 1000 dollar, 750 ya da 1000 dollar idi. 750 dollar, hə. 750 dollarlıq işləm idi bu. Nəysə, indi başa salacağam.
Bax görürsüz burada. Bura. Yaxındır. Equal high-dır bu. Mən gəlirəm bura. Hara? Məsələn, gəldim bura. Gəldim neynədir? Bax likvidasiyanı təmizləyir burada. Buradan bir dənə likvidasiya təmizləyir. Böyük ehtimalda aşağıda da önəmli bir səviyyə var. Burada bir önəmli səviyyə olmalıdır. Bir dəqiqə. O çəkdiyim yer haradırsa. Bir dəqiqə 4 saatlıq. Yo, hələ burada şeyə görə götürmüşəm. Hə, likvidasiya sweep elədiyi üçün. Sweep atdığı üçün hələ. Dərs var idi, keçmişdik. Likvidasiya sweep şey keçmişəm mən sonra. Ona keçməmişəm. Yəni ki, market buranı sweepləyir. Sweepləmə nədir? Məsəl üçün, görürsünüz fitil atır. Görürsünüz fitili necə atır. Fitili atıb arxaya çəkilir. Ondan sonra uçur havaya. Yəni likvidasiya sweep budur. Run nədir? Run yəni body ilə bağlama. Bizə body ilə bağlaması lazım deyil. Yəni buradan gəlib market beləsinə bir body atsaydı, bircə dəqiqə beləsinə bir body ilə bu səviyyədə bağlasaydı, bircə dəqiqə. Hə, beləsinə body ilə bağlasaydı, mən buradan avtomatik nə edəcəyik? Biz aşağı səviyyələri gözləyəcəkdik. Aşağı buraları hədəfləyəcəkdik. Amma burası sweep atır. Görürsünüz necə? Yuxarı vurur. Bircə deyil. Demək, kayıt gedir. Oradan baxmam bunun dəqiqəsinə, saniyəsinə. Hə, gedir. Demək, mən burada hə, burası sweep atır. Yəni, belə body bağlasa aşağı səviyyələr gözləyərdim. Sonra nə edir? Market gəlir. Buraya yazırıq biz. Bir dəqiqə. Equal high. Equal high səviyyəsidir. Bax görürsünüz buranı aldıqdan sonra. Görürsünüz buranı alır. Sweep atır hələ üstəlik. Sweep atır. O, hara getdi o? Sweep atır. Deyirsiniz ki, məsələn, buradan məsəl üçün işləmə niyə daxil olmayıb da buranı gözlədim bir daha bura gəlməsini. Çünki belə deyim sizə, burada bir daha bax, burada da bir dənə də şey var. Alınmamış high səviyyəsi var. Mən bu səviyyəni gözlədim əsas ki, gəlsin oranı alsın. Yəni beləsinə olanı mən buranı da gözləyirəm əsasda. Çünki necə deyim, mənim üçün ən önəmli giriş buradan olardı. Həm də ki, market qırılımı mən buradan bir çox şeydən görmək olardı. Əslində, məsəl üçün də hər hansı bir qırılım var buradan. Girilə bilərdi. Amma ki, yəni, çox absurd olardı. Yəni, qızılda bu yox. Bəlkə Nasdaq eləyərdin, amma ki, inanmıram. Yenə deyirəm. Burada likvidasiya səviyyəsi var. Bu likvidasiya səviyyəsini almamış mən işləmə daxil ola bilməzdim. Bu, məsəl üçün, gəlir, girir oradan. Qırılım verir. Burada çox absurd şəkildə hərəkət eləyir market. Çox absurd şəkildə hərəkət eləyir. Konsolidə mən sizə keçməmişəm. Konsolidə nədir? Ayda, bu nə qədər dərs var? Onları necə sıxışdıracam? Neysə. Məsəl üçün, buradan qırılım verir. Buradan gəlir, konsolidə olur. Gəlir mənim, məsəl üçün, 0 dollarda bağlayır işləmimi. Sonra hədəfə gedir. Problem yoxdur. Yəni, belə, equal high elədir. Equal low. Equal low. Baxaq görə equal low var da var. Demək ki, bu nə olardı işte equal low olsaydım. Bir dəqiqə, equal high. Bax, məsəl üçün, equal low. Aha, çox qəşəng özü. Bax, məsəl üçün, equal low. Görürsünüz, gör nədən tepki alır. Özdə 3 dənədir orada. 3 dənədir, bir də 2 dənə də deyil, 3 dənədir. Biz bu gəl bu da almır. Bu məsəl üçün, o səviyyəni götürdükdən sonra görürsünüz necə yuxarı vurur qiyməti. Bu görürsünüz necə yuxarı vurur qiyməti. Yuxarı vurur. Yəni buradan da məsəl üçün də ən yaxın səviyyələr götürə bilərdiniz.
Buradan giriş ola bilərdi. Bir dənə belə bağlasaydı, baxın bir dənə buna. Düzdür, giriş yeri o qədər ürək açan bir şey verməyib açıqcası. Amma buradan girmək olardı. İndi mən sizə qırılımları göstərəcəm. O qırılımlardır ki, hansı ki buradan girib. Yəni buradan girib 2 arar götürə bilərdiniz. 3 arar da gedər. Hətta 4 arar gəlir. Yəni bu işləmi çox qəşəng şəkildə götürmək olardı. Ən salamat məsələn buracan tuta bilərdiniz. Ən salamatı 4 arar yox, məsələn 3 arar götürürsünüz, başınız rahat olur. Və yaxud da 2 arar işləmdən tez çıxmaq istəyirəm deyirsənsə 2 arar götürürsən, neçə dəqiqəyə gəlir işləmin? Düzdür, deyək ki, burada daxil olsam 1, 2, 3, 4, 4, 5, 6, 7, 8, 9, 10, 50 dəqiqə. Heç 1 saat da eləmir. 50 dəqiqə işləmin gəlir. Məsələn, neçə dollar risk eləmirsən? 200 dollar, 400 dollar qazanc əldə edirsən. Beləcə bir şey, 100 dollar risk etsən, 200 dollar qazanırsan. Yəni başa düşdünüz nə demək istədiyim? Əsas məsələn harda gördünüz məsələn 2 dənə elənçinə, bax belənçinə 2 dənə vik var belə. Qiymət belənçinədir. Oranı hədəfləyin, gəlin görün. Yuxarı səviyyələrdə nə var? Yox, buranı alır da zaten. Hə, buranı alır. Hə, buranı alır. Məsələn buranın promoları içinə. Hə, gördünüz buradan qırılım, buradan girdiniz, getdi. Məsələn buradakı işlem nədən girdi? Order blokdan. Order blokları indi başa salacağam bir-bir. Bugün yox, amma qırılımlar. Hə, indi qırılımları keçiririk. Əsas başa düşdünüz bunu. Keçək qırılımlara. Qırılımlar nədir? Bir market structure shift yazılışla hamımızın bir yerdə yazım. Bir var market structure shift. Bir dəqiqə. MSS. Bir də var break of structure. Bu ikisi biri market structure yazılım açılımlarını da deyim, yazılımları. Market İnşallah belə yazılır açılışı. Break of structure'ın da açılımı bir dəqiqə. Break of structure. Break of structure. Deməli nədir? Market structure shift nədir? Break of structure shift nədir? Market structure shift marketin əməli başlı yönünün dəyişməsidir. Məsəl üçün də market zel yöndədir, short yöndədir. Market aşağı gedir ancaq. Başa düşdünüz nəsə? Yəni bunun qırılması deməkdir. Marketin qırılması. Bu qırılımın yəni bir sonraki hərəkətin long olduğunu göstərəcək sizə. Başa düşdünüz nə demək istədiyimi? Məsəl üçün oradan indi nə olar onu tutacaqsınız məsəl üçün. İndi onları necə tapacaqsınız onu göstərəcəm. Yəni əsas odur şeyə başa düşəsiniz. Market structure shift nədir? Break of structure nədir? Yəni bu əməli başlı marketin yönünün dəyişməsi deməkdir market structure shift. Break of structure shift isə break of structure shift nədir? Break of structure deyəmədim özüm ölüm. Demək, break of structure nədir? Break of structure davam edən, necə deyim, yönün hər dəfəsində öz yönünə doğru qırılması deməkdir. Yəni belə deyim, bax məsəl üçün hərəkət eləyir, düşür aşağıda qiymət. Məsələn gəlib buranı götürə bilər. Amma yuxarı gəldi, bu səviyyəni qırdı. Bu səviyyəni qırdısa, buradan avtomatik bura xətt çəkirik. Nə deyirik bura? Break of structure. Yəni ki, marketin öz yönünə doğru qiyməti qırması. Bir dəqiqə. Bax görsən öz yönünə doğru qırır. Məsələn bir daha qiymət gəldi, düşdü aşağı, bir daha qırdı yuxarı. Düşdü. Məsəl üçün təzədən yuxarı qırdı. Qırılan yerlərə və buralara break of structure deyirik. Yəni öz yönünə doğru qırır. Yəni göstərir ki, market, yəni hələ də marketin yapısı yuxarıdır. İndi
şeylər necə olacaq, market structure shift-i necə bəlirləyəcək, onu göstərirəm. Məsəl üçün, gəldi düşür, marketin yönü shortdur. Buradan, məsəl üçün, hər hansı bir önəmli səviyyə var, yuxarı zaman dilimində. Gəldi buradan, bura, görürsünüz, qalxdı bura və geri dönüş eləyir. 2 dəqiqə, sonradan o hərəkətini eləsin. Burada isə, bax görürsünüz, bura biz nə deyirdik? Bu da short yönlü short yönlüdür bu. Bax short yönlüdə break of structure'lar bunlardır. Bu break of structure. Bu da break of structure. Bu da. Amma bunlar görürsünüz qırılır hər dəfəsində. Bax görürsünüz short yönlü qırılır. Amma bu səfər nə olur? Marketin yönü dəyişir. Yönü dəyişəndə görürsünüz son high var ha, son high. Son high qırılandan sonra, bu son high qırılandan sonra bura market structure shift olur. Başa düşdünüz nətər? Market structure shift olur və sənə, yəni market siqnal verir ki, qiymət buradan artıq qalxacaq. Yəni bunu, yəni necə bilə biləcəksiniz? Elə vaxt olur ki, bax məsəl üçün də belə deyim sizə. Market gəlir, məsəl üçün yenə deyirəm, bax düşür qiymət. Nə qəşəng çəkdim ha. Məsəl üçün də gəlir, məsəl üçün. Bax bunu verir. Amma bir sonraki hərəkəti bax belə olur. Məsələn, bir çox adamlar işləmə girir, məsələn, burada, hə, tak. Buradan girək işləmə, tak, stop loss, tak, burada break off, burada gəlir stop olur. Bax, bunu bilmirlər. Başa düşdünüz nəsə? Mən də sizə bunu başa salmağa çalışacağım ki, bu fake-ə, marketin bu fake-ini yaxalanmayasınız. Əslində fake dedi, zaten biraz, yəni marketin dərinliyini daha rahat başa düşə bilsəz, əsasda high time frame nədir? Onları da deyim. High time frame'lər, yəni bax 1 saatdan düz axıra qədərdir. Məsələn 1 saat, 4 saat günlük, həftəli, aylıq. Bunlar high time frame'dir. Yəni bunlarda onlara önəm verməz. Onlarda analiz aparıb 5 dəqiqəli idi, 15 dəqiqəli idi işləmlər axtarmırsınız. 1 dəqiqəli idi. Mən işləm almıram. Çünki mənə görə uyğun deyil. Mən 5 dəqiqəyə də işləm alıram. Yəni ki, siz bu pozisiyanı tutmalısınız. Yəni, yuxarı zaman dilimində hər hansı bir yer ola bilər. Həmin bu beləncə bir şeylər çəkəcək, beləncə bloklar çəkəcək. Hansı ki, bu blokların içinə gələndə, məsəl üçün, fair value qəbul olacaq, order blok olacaq və yaxud da buradan hər hansı bir, məsəl üçün, liquidity olacaq, low olacaq, məsələn deyirəm də. Aşağı düşürsə demək ki, low olacaq. Məsəl üçün, hər hansı bir önəmli bir səviyyədir. Bura PDRI yaza bilərsiniz. PDRI nədir? Yəni ki, önəmli səviyyə kimi deyirlər. Yazı var, K-level yazır, məsəl üçün. Buna məsəl üçün sweepləyir. Liquidity sweep atır. Bura sweep atdı. Məsəl önəmli səviyyədir. Məsəl üçün, günlüyün low-udur, high-ıdır və yaxud da hər hansı bir likvidasiyanın aldığı yerin səviyyəsinin bir daha alışıdır. Yəni, çox şey ola bilər də. Hər hansı bir lovun alışıdır, yüksək zaman dilimində, aşağı zaman dilimində onu axtarmağa ehtiyac yoxdur. Çünki siz elə adamlar var ki, məsəl üçün də belə deyim də sizə, 5 dəqiqəlikdə analiz edir, elə 5 dəqiqəlikdə işləm alır. O insanlarda çatmır, məsəl üçün. O insanlar, yəni, profitable trader ola bilməz, bir müddət onu apara bilməz, axıra qədər də, başa düşdünüz necə. Amma ki, high time frame-ə hakim olan hər insan, yüksək zaman diliminə hakim olan hər insan istədiyi cürdə, yəni, işləm ala bilər. Çox rahat şəkildə. Və mən yenə deyirəm, mən bunun backtestini atmışam, hər şeyini atmışam, yəni, çox disiplinli şəkildə buna davam eləsəz, sizin, mənim deyirəm də, sizin deməyim, mənim 82% win rate-dir. Win rate nədir? Yəni, qazanma oranı. Yəni, 82% çox əla bir şeydir. Sizin 50-yin 50-yə də olsa, siz yenə də qazanırsınız. İstəsə o 50-50 ilə siz milyonlar qazanarsınız. Yəni, onu başa salmağa çalışıram. Yəni, yenə deyirəm, 5 dəqiqəlikdə beləncə bir yapı görsəz, yazıda saxlayın. Yüksək zaman dilimində 4 saatlıqdan, mən əsasən 4 saatlığa baxıram, 1 saatlığa çox baxmıram. Elə adam var ki, məsələn, 4 saatlıqla 15 dəqiqəliyə baxır. Əslində, yəni ICT-nin göstərdiyi şey budur. Amma ki, mən 15 dəqiqəliyə baxmıram. Mən çox belə edirəm. 5 dəqiqəlikdə entry alıram. Niyə entry alıram? Çünki 15 dəqiqəliyə də baxıram. 4 saatlıqda analiz atıramsa 15 dəqiqəlikdə qırılım 100% görməliyəm. Ən azından bir inversion görməliyəm. Və yaxud da bambaşqa bir şeyin yaranmasını gözləməliyəm.
Ondan sonra 5 dəqiqəlik qırılım görürəmsə, aşağı səviyyədə mənim üçün önəmli bir şey varsa, oradan 5 dəqiqəlikdən işləmə girirəm, stop loss tip atıram, vəsə qurtardı getdi. Hə, bunu başa saldım. Yenə deyirəm, önəmli səviyyə almalıdır. Önəmli səviyyə alınmadan yüksək zaman dilimində, məsəl üçün 4 saatlıqdır, məsəl üçün günlükdür. Burdan önəmli səviyyə alınmadan işləmə qətiyyən daxil olmursunuz. Qətiyyən. Yəni verə bilər, hər yerdə verə bilər. Məsəl üçün də gəl mən sizə ağaca göstərim də, yəni burada. Ayo, bundan yox, burada yoxdur market. Burada gedir ora. Bircə dəqiqə, məsəl üçün də. Məsəl üçün buranı götürdünüz. Məsəl üçün heç bir səviyyə almır. Adam var ki, heç vecinə deyil. Break of structure. Buradan götürdü. Market structure shift. Buradan götürdü, seçdi. İşləmini hər nədənsə buradan bir yerdən götürdü, girdi. Məsələn də. Yəni stopunu aratsa deyək body atır. Tipində deyək ki, atsın bura, nə bilim, yuxarı səviyyəyə. Məsələn, gəlir, neyinir? Stop eləyir. Yəni, bunun kimi çox şey göstərə bilərəm. Qızıl biraz şeydir. Qoy evroyu keçək. Yəni, məsəl üçün də bizə dəqiqə buradan market structure görənməli yaxı. Bizə dəqiqə. Bir də ki, market structure shift yadınızda saxlayın. Bunu yaxşı yadda saxlayın. Bax, belənsinə bağlamamalıdır. Görürsünüz, məsəl üçün də burada. Deyək ki, bu market structure shift mən çox vaxt götürmürəm, amma ki də mən çalışıram ən dibdə olsun. Buranı qoy götürmüyorum. Yəni market structure shift'i çalışın body ilə bağlasın həmin yeri. Baxın görün bura. Dibdir. Hə, məsəl üçün də market structure son haydı. Bura çəkirəm. Bax, məsəl üçün də. Bax, belənsə bir bağlanış gözləməyin heç vaxt. Heç vaxt bax, belənsini, yəni wick ilə belə atmasın. Çalışın body ilə bağlasın buranı. Buranı bağlayarsın, məsəl üçün, buradan işləmə girim deyərsən. Hə, gəlib stop olacaqsan. Başa düşdün nətər? Çalışın body ilə bağlasın bura. Body ilə bağlamamış işləmə qətiyyən daxil olmuyor. Çünki, yəni, o swiplər, fitillərin önəmi də odur ki, yəni market orada manipulyasiya eləyir. Buranı alır, manipulyasiya eləyir. Çox adam gəldi, girdi, stop elədi, getdi. Ona görə çox şey eləyirlər. Yəni orada çox manipulyasiya keçir. Plus da ki, bu trend əksinədir zaten. Bunu, yəni, ancaq absurd adam girərdi. Onu nə deyim. Bax, məsəl üçün də, acizə burada. Burada yön hələ, baxım görüm nə var burada. Məsəl üçün, burada böyük ehtimalla aşağı səviyyədən bir önəmli səviyyə götürür. Böyük ehtimalla. Bax, məsəl üçün də, burada önəmli bağlanış. Burada görsün, market structure shift verir. Market structure shift. Mən işləmə hardan götürəcəm? Bircə dəqiqə. Buradan da götürə bilərəm. Mən çox, yəni, buradan götürərəm. Bunu qatarım body'yə. Düzdür. Yəni, market əksinə işləm açmaqla heç vaxt açmıram. Buna görə nə vaxta gəlir işləm. Getdi, 2-3 saat sənin mazqı xərab eləyəcək. Və məsəl üçün də marketin əksinə ümumiyyətlə işləm açanda, yəni nəyə görə açmamalısınız onu deməyə çalışıram. Görürsünüz nə qədər manipulyasiyalar eləyir aşağı. Nə qədər manipulyasiya eləyir. Sən bunu girib beləsinə kalitəsiz bir şey götürməkdənsə, kalitəsiz bir işləm götürməkdənsə, bütün likvidasiyaları təmizləyir. Gəlir burada böyük ehtimal önəmli bir səviyyə götürür. Prosta buranın bağladı elədi ki, daha çox absurd şəkildədir. Ki, mən deyim, burada market structure shift var. Son low var da burada. Son low buradır. Məsəl üçün, buradan gəlir. Buradan gəlir. Burada mən işləmə hardan daxil olardım? Buradan. Buradan işləmə daxil olardım. Stopum burada. Çox aqressiv stoplar olur ki, burada saxlayırlar. Amma ki, mən elə eləmirəm açıqdası. Bacardığım qədər uzağa atıram. Çünki market həqiqətən, yəni şeydir, nədən adı? Burada yəni istədiyin qədər tut. Düzdür, istədiyin qədər də yox. Məsəl üçün, burada bu səviyyəyə qədər, bildiyin səviyyə bu səviyyədirsə, məsəl üçün, bu likvidasiya səviyyəsidirsə,
Çəkdin ora, tutdum buracan. 2.50 verir və yaxud da ki, məsələn, mən burada görsən, hər hansı bir likvidasiya səviyyədə önəmli böyük time frame-də, high time frame-də, yüksək zaman dilimində, hər dildə dedimi, bu önəmli səviyyədir, məsələn, polnu ora ata bilərdim. 5 qatı gəlirdi, 5 ararı gəlirdi həmin işləm. Məsələn, mən evroya çox baxmıram, açıqcası. Yəni, görsən, biraz short yönlüdür. Yəni, burada short yönlü bir şey axtara bilərsən sən. Sən gedib, buradan long yönlü bir şey axtaran insan zaten nə bilmir, çox risk atır. Ya pulunun dəyəri yoxdur onun üçün, gözündə bir pulun dəyəri yoxdur. Ya, beləncə insan olur çox vaxt. Ona görə mən çox da şey eləmirəm. Bu ilk qulağı nə vaxt olunacaq ha? Hələ gedir aşağı. Burada nədir? Hələ short yönlüdür, yoxsa long? Hə. Məsəl üçün, long yönlü bir qırılım axtaraq. Bu çox absurd şəkildə gedir. Adam iyrənir yəni girməyə burada. Likvidasiya səviyyəsi alır. Mən məhsul, beləncə yerə ömrü boyu girmərəm. Beləncə yerdən işləmə daxil olmaram. Bu nədir ola? Akkumləyə var bir dənə. Bu səviyyəni götürür. Məsəl üçün də bu buranı götürmək olur. Bura böyük ehtimalla şeydir, önəmli səviyyədir. Likvidasiya sweep'imiz var. Görürsünüz, likvidasiya sweep'i var. Speed nə idi? Sweep'imiz var. Market structure shift'imiz var. Buradan girmək olar. Bir dəqiqə buradan. Stopu lowa da ata bilərsiniz. Burada ata bilərsiniz. Yəni euro komfortdur biraz. Ona görə ən salamat şey atmaqdır. Məsələn də buradan tutara qədər. Buranı götürür də polnu. Önəmli səviyyənin içində likvidasiya səviyyəsidir. Budur. Yəni bundan sonraki bir sonraki hədəf burada ola bilər. Prosta ki, inan gəlirdi orada. Prosta yəni sizə gecikdirir də burada. Yəni uzaqbaşı orada gəlir. Yəni burada gəlir. Amma ki, yəni ora gəlməsin, buna bir dənə nə bilim, bir damcı yola görə nə qədər gözləyəcəksiniz. Ona görə ən salamat hələ bura atmaqdır. Bacardığım qədər şey eləyirəm. Önəmi bu, yüksək zaman dilimində buna 15 dəqiqəlikdə baxmaq olar. ISO. Önəmli səviyyə alırıq, xəttləmişəm hamısını. Gör, hamısını xəttləyirəm. Bacardığımın qədər hər şey xəttləyirəm mən. Məsəl üçün də buradan işləmə daxil olmaq olar buradan. Və yaxud da önəmli bir səviyyəyə keçib, biraz daha yuxarı zaman diliminə keçib oradan baxmaq olar. Buradan işləmə götürdünüz, atdınız, nə bilim, bura ataram mən. Mən özüm hara atıram, ora baxıram əsas. Bu çoxdur, yəni bu sənə çox gözlədəcək açıqcası. Yəni o səviyyəni heç qırmır onsuz da. Oha. Beləncə işləmləri götürmürəm. Amma ki, yəni olan bir şeyləri göstərirəm. Bu nə vaxtı gəlib çıxacaq. Ölüb diriləcək, elə gəlib çıxmayacaq. Yəni, bu market structure shift dediyim kimi, o cürdür elə. Yəni, siz əsas, yəni market üstündə göstərməyim odur. İndi tam olaraq market structure shift nədir, o break of structure shift nədir, bunları göstərdim ki, yəni bunları biləsiz. Yəni, göz ucuyla girin, baxın marketə. Yəni, onlar nədir, onları biraz qavrayasınız. Amma necə işləm alacaqsınız, indi mən sizə market structure shift, break of structure qırılımları göstərdim. Bundan sonraki isə, yəni, bundan sonra videolar gələcək. Axırda marketi necə analiz eləməliyik? Bax, bunlara hələ ki, üstəlik verir. Məsələn, bu market structure shift-dir, break of structure-dır. Bunlara önəm verin ki, bunları öyrənin daha doğrusu. Öyrənin. Bundan sonraki atacağım videolarda öyrənin və axırda o paylaşdığım marketini necə analiz eləməlisiniz.
nələri gözləməlisiniz. Bax bu sizin üçün ən önəmli video həmin o video olacaq ki, yəni hər kəsdən fərqli düşünəcəksiniz. Yəni hər kəs kimi işləmə daxil olmayacaqsınız. Yəni mən sizə şeyə öyrədəcəm. Məsələn, çox insan var ki, görəcəksiniz ki, hər gün işləm alan. Hər gün işləm alan insan nə bilim daha. Hər gün marketdə hər gün sənə bir şey yoxdur. Yəni eləsi strategiya seçəcəksən ki, o strategiya sənə uyğun olsun. Sənin psixologiyaya otursun, hər şeyin rahat şəkildə görə biləcəyin bir şey olsun. Yəni belə də yenə də göstərim. Market structure shift nə idi? Low elədi. Ən son high-ın qırılmasına nə deyirdik biz? Market structure shift. Buranı çəkirik bizim üçün. Bura market structure shift artıq bu səviyyəni qırdıqdan sonra nə ilə qıracaqdı? Body ilə. Fitil ilə qırılan heç bir şeyə girmirsiniz. Body ilə qırılacaqsa o işləmlərə daxil olursunuz. Plus da ki, bias yönümüzə nə olacaq? Uyğun olacaq. Və beləcə eləyin də, məsələn, dəftərə yazsın. Məsələn, bu fərqi yoxdur. Hər hansı bir şeydən işləmə alınır. Amma ki, nə edirsə eləyin, biasa uyğun olsun. Məsələn, deyirsiniz ki, market yuxarı qalxır. Marketin yönü longdur məsəl üçün. Long yönlü işləmlər axtarın. Short yönlü işləmlər axtarmayın. İşləmə axtardıqda sizin yəni uduzma ehtimalınız daha çoxdur. Məsələn də burada məsələn short yönlü market görürsüz ki, market long gedir. Ya çox adam deyir ki, market niyə long gedir? Market niyə long gedir? Məsəl üçün biz ona girib baxanda görürük ki, market burada hər hansı bir önəmli səviyyədədir. Ora çəkilib, buradan qırılımını verib, bura gələcək, buradan da bizə şey eləyəcək. Məsəl üçün gələcək buradan, bu gəldiyi yer önəmli bir səviyyədir, hansı ki. Önəmli bir səviyyədir. Market structure shift ilə yönü qırır. Yönü qırdıqdan sonra nə edib? Bizi işləmə götürür. İşləmə götürür, stop loss'umuz burada, buranın high-ında çox uzaqdırsa, nə bilim, body ata bilərsiniz. İşləmdən işləmə açıqcası. İşləmə götürür və ən son lova və yaxud da ki, aşağıdakı hər hansı bir səviyyə bilirsinizsə, məsələn, equal high keçdi, equal lowlar keçdi, ora varsa, atın ora, məsəl üçün. Tutun işləmi. Yəni belədir. Yəni başa düşmədiyiniz bir şey varsa, yenə deyirəm, yazın R bölməsinə, mən sizə yenə deyirəm, açıqlama verim. Telegram kanalımız var. Telegram kanalımıza gələ bilərsiniz. Orada nəsə soruşmaq istədiyiniz varsa, nəsə soruşun, bilmək istədiyiniz nəsə varsa, oradan bildirin mənə. Yəni belə, bugünkü dərsimiz bu qədər. Yəni başqa nə göstərim? Başqa istəyirsiniz bir dənə də sizin üçün girək buradan yazaq elə MSS yazaq. Şəkillərə gəl. Onu da MSS ICT şəkillər. Bax. Bax məsəl üçün görürsüz, bax bu likvidasiya sweep, market structure shift və qiymət aşağı düşür. Bundan qabaq görürsüz, bax break of structure eləyir. Bax break of structure market. Yəni marketin long yönlü olduğunu göstərir. Amma option'da market bəlkə də short yönlüdür. Yəni düşür, aşağı qalxır, buranı qırır body ilə və düşür, buranı sweepləyir, body ilə buranı qırır, market structure shift və düşür aşağı. Daha yaxşı şəkil. Bunları onsa çəkmişəm. Bunları özüm çəkdiyim, ehtiyac yoxdur ona. Məsələn, buna baxaq. Baxın. Açılacaq. Bulanıq deyə. Məsəl üçün də market structure shift. Məsəl üçün lower elə gəlir və higher high eləyir. High qırır və higher high eləyir də bura. Yəni market qırılımı. Yəni mən sizə lower high və yaxud da higher high keçmişdim. Məsəl üçün market məsəl üçün yenə deyirəm. Long yönlüdür. Marketin qiyməti düşür aşağı. Marketin lower elə düşür. Lower və yuxarılara təpələr nə idi? Lower high'lar idi. Elənsə düşür və ən son nöqtəsi low olduğuna görə, yuxarı high-da higher low olduğuna görə oranı qırdıqdan sonra bu high-la, yəni bu high-ın üstündə qaldığı üçün higher high adlanır və marketin yönü dəyişmiş olur. Yəni bunun üçün yenə deyirəm, ən önəmli şey nədir? Biasın önəmliliyidir. Yəni yönü bilə bilərsiniz. Məsəl üçün. Məsələn nə tapa bilərik? Başqa bir şey nə göstərə bilərik?
Diski buna ehtiyac yoxdur. Diski keçməyəcəm çünki disk işlətmirəm. Məsəl üçün. MSS. Görürsünüz, qabaqcadan qiymət qalxır. Yəni bu iş göstərim də. Məsəl üçün də qiymət qalxıb düşür. Buradan likvidasiya səviyyəsi alır. Ən son high buradır. O high-ı body ilə bağlayır və uçur gedir. Düzdür, geri çəkiləcək. Buradan geri çəkilib sonra gedəcək. Məsələn, yenə bura likvidasiya alır. Likvidasiya sweep eləmir, ancaq ki də burada market structure shift və qiymət düşür. Qalxırdısa da düşür. Başqa. Daha belə əlverişli şeylər göstərəm sizə ki, başa düşəsiniz. Yox, başqa şeydir. Məsələn, market structure shift. Və market structure shift işləmə daxil olur və gedir. Ondan qabaq məsələn bax görürsüz market düşür. Bax lower low, lower low, lower high'dır. Sonra buranı qırdıqdan sonra bura higher high'dır. Gəlir düşür işləmi götürür gedir. Yəni bunları göstərməyə çalışdım. Əsas yəni bunları başa düşdünüzsə, başqa heç nə. Nə deyirəm, başa düşmədiğiniz bir şey varsa, break of structure-lər çox asan bir şeydir onsuz da. Yəni məsələn deyək, break of structure. Yəni bunları çox da bilməyinizə ehtiyac yoxdur. Sadəcə break of structure nə idi onu dedim. Onu biləsiniz, başqa heç nə. Amma ən əsası market structure shift nə idi onu bilin ki, işləmə yəni yönünüz bilinsin. Heç nə. Dərsimiz bu qədər. Yenə deyirəm, kanala abunə olmayan varsa kanala abunə olsun. Zəhmət olmasa like'ları basın, yorumları bacardığınız qədər doldurun ki, başqa insanların da qabağına düşsün. Öpürəm, var olun, görüşənədək.